Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 13,5 milyon dollar dəyərində 20,3 min tondan çox şəkər ixrac edilib. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artımı nümayiş etdirir. Belə ki, şəkər ixracının dəyəri 4,3 dəfə, həcmi isə 4,4 dəfə yüksəlib. Məlumatda qeyd olunur ki, cari ilin ilk 2 ayında şəkərin ümumi ixracında xüsusi çəkisi 0,37% təşkil edib. Qeyri-neft məhsullarının ixracında isə bu göstərici 2,33% səviyyəsində olub ki, bu da qeyri-neft sektorunun inkişaf dinamikasına əks etdirir. İqtisadçılar bildirirlər ki, şəkər ixracında müşahidə olunan bu artım bir neçə amillə bağlıdır. Bunlara daxil istehsalın genişlənməsi, emal sənayesində məhsuldarlığın artması, həmçinin xarici bazarlarda tələbin yüksəlməsi daxildir. Eyni zamanda logistika imkanlarının yaxşılaşması və ixrac marşrutlarının şaxələndirilməsi də bu sahədə müsbət təsir göstərən əsas faktorlar sırasında yer alır. Qeyd edilir ki, qeyri-neft sektorunda ixracın artması ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tendensiya həm də yerli istehsalçıların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artdığını göstərir. Mütəxəssislər hesab edirlər ki, mövcud dinamika qorunarsa, ilin sonuna qədər şəkər ixracında daha yüksək nəticələrin əldə olunması mümkündür. Bu isə həm valyuta daxil olmalarının artmasına, həm də kənd təsərrüfatı və emal sənayesinin daha da inkişafına töhfə verə bilər.